Rəcəb ayında oruç tutmaq tövsiyə edilir. Çox adam tutmağı istəyir. Lakin bilin ki, boynunda qəza orucu, yəni Ramazan ayından tutulmayan oruç qalıbsa və siz bu qəzanı tutmaq yerinə müstəhəb oruç tutsanız, orucunuz batildir. Ona görə də boynunda qəza orucu olan kəs qəzasını tutmalıdır. İnşallah Allah ona Rəcəb ayının savabını da verər. Ancaq kimin boynunda qəza orucu yoxdursa, elə müstəhəb olaraq da tutsun. Hal-hazırda birinci gecənin əməlləri aktualdır. Mən müxtəsər deyim. 1. Peyğəmbərdən nəql olunub ki, Rəcəb ayının hilalını gördükdə bu duanı oxuyardı. Skrini paylaşıram. Ərəbcəsi, oxunuşu və tərcüməsi. Həmçinin Həzrətdən nəql edilib ki, Rəcəb ayının hilalını gördükdə bu duanı oxuyardı. İkincisi, qüsl etməkdir. Bu ayın əvvəli, ortası və sonu qüsl almaq faydalıdır. Niyyəti necədir? Məsələn, Rəcəb ayının daxil olması yaxud birinci gecəsi üçün qüsl alıram, qurbətən ilallah. Qeyd edim ki, bu qüsüllər vacib qüsüllər kimi deyil ha. Yəni bu qüsüldən sonra dəstəmaz almadan namaz qıla bilməzsiniz. Ayrıca dəstəmaz da almalısınız. Üçüncü, bu gecə İmam Hüseyin əleyhissalamı ziyarət etmək çox böyük fəzilətə malikdir. Heç olmasa açıq havada ya oturduğunuz yerdə İmam Hüseynə salam və salavat göndərib yad edin, ya da ruhuna Fatihə deyədin. Dördüncü, məğrib, yəni şam namazından sonra 20 rəkət namaz qılın. Hər 2 rəkətdə bir salam ilə. 20 rəkət, yəni 10 dənə 2 rəkətdir. 2 rəkət qılırsınız, təşəhhüd salamlar, sonra durursunuz, yenə də 2 rəkət qılırsınız, təşəhhüd salamlar. Belə. Hər rəkətdə bir dəfə Fatihə surəsi və bir dəfə İxlas surəsi oxuyursunuz. 5-ci İşa, yəni xüftən namazından sonra 2 rəkət namaz qılınsın. Birinci rəkətdə Fatihə, sonra Ələm Nəşrah, yəni İnşirah surələrini bir dəfə, Qul huvallahu əhəd, yəni İxlas surəsini isə 3 dəfə oxusun. İkinci rəkətdə isə Fatihə, sonra Ələm Nəşrah, yəni İnşirah, sonra İxlas surəsi və Muavizəteyn, yəni Fələq və Nas surələri bir dəfə oxunsun. Namazın salamlarından sonra 30 dəfə La ilahə illallah zikrini etsin və 30 dəfə də salavat göndərsin. 6-cı, 30 rəkət namaz qılsın. 30 rəkət neçə dənə 2 rəkətdə namaz edir? 15. 15 dənə 2 qılacaqsınız. Hər 2 rəkət bir tane də təşəhhüd salam, sonra durub növbəti 2 rəkəti qılırsınız. Hər rəkətdə bir dəfə Fatihə, daha sonra ardınca Kafirun surəsi, sonra 3 dəfə Qul Huvallah surəsini oxuyursunuz, yəni İxlas surəsini. 7-ci, ayın 1-ci gecəsini ihya etmək, yəni sübh namazına qədər oyaq qalıb ibadət etmək. Bu vacib deyil, yəni kimin imkanı varsa. 8-incisi, İmam Cavaddan nəql edilən bu duanı oxumaq, yenə də ərəbcəsi, oxunuşu və tərcüməsini qeyd edirəm. Bu duanı oxuduqdan sonradakı hacətlərini Allahdan istəsin. Bunlar Rəcəb ayının gecəsi. Üstəlik çalışın da ki, bu gecədə gecə namazını qılasınız.